Salam əziz şagirdlər, bugün 6-cı sinif 2-ci hissə riyaziyyat dərsliyindən səhifə 69, 70 və 71-də olan tapşırıqların izahını verəcəm. Üçbucağın tələb olunan bucağının dərəcə ölçüsünü tapın. A variantına baxırıq. A variantında üçbucağın daxili bucaqlarını verib bizə 60 üstəgəl x üstəgəl 10 üstəgəl x. Üçünün birlikdə cəmi olmalıdır 180 dərəcə. 60 ilə onu toplayıram 70. X ilə x'i toplayıram. 2x bərabərdir 180-ə. 2x bərabərdir 180-dən çıxırıq 70-i. 2x bərabər olur 110-a. X'i tapmaq üçün 110-u bölürük 2-yə. X edir 55. Tələb olunan bucaq ABC. Baxın, ortada hansı hərf yazılıb? B. Deməli, B bucağını istəyir bizə. B bucağı x'dir. Biz də x'i tapdıq 55. Doğru cavab 55. Yazaq buradan. 55. Keçirik B variantına. B variantında bizə bucaqlar verilibdir. 35, A və 45. Üçünün cəmi 180 verməlidir. 35 ilə 45-i toplayıram. 80 üstəgəl A bərabərdir 180-ə. A-nı tapmaq üçün 180-dən 80-i çıxırıq. A bərabərdir 100-ə. MPN ortada P hərfidir. Deməli, bizdən A-nı istəyir. Biz də A-nı tapmışıq 100. Cavab olacaq 100. C variantına baxırıq. C variantında bucaqlarımız Y, 3Y, Y bərabərdir 180-ə. 5Y 180-dirsə, Y bərabərdir 180 bölünsün 5. Y də bərabərdir 36-ya. KLM, yəni el bucağını istəyir bizdən 3Y. 3Y tapmaq üçün Y-in qiymətini qoyuruq yerinə. Edir 108 dərəcə. Cavab 108. İkinci tapşırığımız bitdi. Keçirik üçüncü tapşırığa. Üçüncü tapşırıqda nömrələnmiş bucaqların hansının daxili, hansının xarici bucaq olduğunu müəyyən edin. Baxırıq A bəndinə. 1, 2, 3 daxildədir. Deməli 1, 2, 3 daxili. Bucaq 1, bucaq 2, bucaq 3. Bucaq 2-nin qonşusu xarici bucaq 5, xarici bucaq 4. 4, 5, bunlar da olacaq xarici. Bu A bəndi idi. Keçirik B bəndinə. B bəndində daxili bucaqlar 1, 3. Bu 4-də daxili bucaqdır. 1 ilə 4 bir-birinə bərabərdir. Bucaq 1, 3, həmçinin 4 yenə deyirəm. 1 ilə 4 bərabərdir. Olur daxili. 5 ilə 2 isə xarici bucaqlardır. Keçirik C bəndinə. Daxili bucaqlar 2, 1. Baxın, 2-nin qarşısı 3. O da daxilidir. 1, 2, 3. Daxili. Xarici bucaqlarımız 4 və 5. Daha sonra 4-cü tapşırıqla davam edirik. Tələb olunan bucaqları tapın. 180-dən çıxacam. 80 ilə 60-ın cəmini ki, yerdə qalan bir digər daxili bucağı tapın. 180 çıxılsın 140 edəcək 40 dərəcə. Bucaq 1-i tapıram 40 dərəcə. Bucaq 1-in qonşusu bucaq 2-dir. 180-dən çıxıram 40-ı. Bucaq 2 edir 140 dərəcə. Bucaq 3-ü tapmaq üçün o da 80-in qonşusudur. 180-dən çıxıram 80-i edir 100 dərəcə. Keçirik B bəndinə. %50 dərəcə bucağın qonşusu 1-dir. Bucaq 1 bərabərdir. 180 çıxılsın 150 edəcək 30 dərəcə. Bura 30 dərəcədirsə, bucaq 2-ni tapmaq üçün 180-dən 30 ilə 40-ın cəmini çıxacam. Edəcək 110 dərəcə.
110 dərəcənin də qonşusunu tapmaq üçün 180-dən 110-u çıxacam. Edəcək 70. Keçirik C bəndinə. C bəndində 130-un qonşusunu tapmaq üçün 180-dən çıxıram 130-u. Edir 50 dərəcə. Bucaq 1-i tapmaq üçün 180-dən çıxıram 118-i. Edir 62 dərəcə. Bucaq 1-i tapdım 62, bucaq 2-ni də tapdım 50. Onda mən bucaq 3-ü tapmaq üçün 180-dən çıxacam 50 ilə 62-nin cəmini. Yəni 180-dən 112 çıxacam. Edəcək 68 dərəcə. Bucaq 3 68 dərəcədir. Bucaq 4-ü də tapmaq üçün 68-in qonşusudur 180-dən 68-i çıxacam. Edəcək 112 dərəcə. Burada yazıram 112. Tapşırıq 5. Bərabər yanlı üçbucağın xassələrindən istifadə etməklə məchul bucağı tapın. A bəndinə baxıram ki, yan tərəflər bərabərdirsə, onda bura 65-dirsə, burada olacaq 65. 65 üstəgəl 65 üstəgəl x bərabər olmalıdır 180 dərəcəyə. 65'ləri toplayıram. 130 üstəgəl x bərabərdirsə 180 dərəcəyə. X-i tapanda 180 dərəcədən 130 dərəcəni çıxıram. Edir 50 dərəcə. Bu M-dir. dərəcə. Keçirik B bəndinə. B bəndində də bura n-dirsə, yan tərəflər bərabərdir. Bura n yazılıbsa, burada n yazacağıq. N üstəgəl 140 dərəcə bərabərdir 180 dərəcəyə. 2n üstəgəl 140 dərəcə bərabərdir 180 dərəcəyə. 2n bərabərdir 180-dən 140-ı çıxıram. 40 dərəcə. N-i də tapmaq üçün 40 dərəcəni bölürəm 2-yə. N edəcək 20 dərəcə. C bəndinə keçirəm. Bu təpə 90 dərəcədir. Bərabər yanlı olduğu üçün bura x-dirsə, burada olacaq x. Onda 90 üstəgəl x bərabərdir 180 dərəcə yazıram. 90 üstəgəl 2x bərabərdir 180 dərəcəyə. Buradan 2x-i tapanda 180 dərəcədən 90 dərəcəni çıxıram, edir 90 dərəcə. X-i də tapmaq üçün 90 dərəcəni bölürəm 2-yə. X edəcək 45 dərəcə. Burada da cavab olur 45 dərəcə. D bəndinə keçirəm. Bərabər olan tərəflər buradır. Onda bura C üstəgəl 30-dursa, burada C üstəgəl 30 olacaq. Toplayıram daxili bucaqları. C üstəgəl 30 üstəgəl C üstəgəl 30 bərabərdir 180-ə. 3 dənə C var. 3C üstəgəl 60 bərabərdir 180 dərəcəyə. 3C bərabərdir 120 dərəcə. C də bərabərdir 120-ni bölürəm 3-ə 40 dərəcə. Buradan da C-ni tapıram 40 dərəcə. Bütün məchullarımızı tapdıq. Sual 6. Suallara cavab verin. Üçbucağın bucaqlarından biri 40 dərəcə, digər biri isə o birindən 30 dərəcə böyükdür. Üçbucaq çəkirəm. Birinə 40 dərəcə yazıram. Digər bucaqlarından biri x-dir. O biri də bundan 30 dərəcə böyük, yəni x üstəgəl 30 dərəcədir. Üçbucağın daxili bucaqlarının cəmi olacaq 180 dərəcə. X ilə x-i toplayıram 2x üstəgəl 70 dərəcə bərabərdir 180 dərəcəyə. 2x bərabərdir 180-dən 70-i çıxıram 110 dərəcə. 110 dərəcəni də bölürük 2-yə, x-i tapırıq 55 dərəcə. Üçbucağın ən böyük bucağını istəyir. Üçbucağımızın bucaqları bura olur 55. Bura 55 üstəgəl 30 85 dərəcə.
Burada 40'dır. Deməli 3 dənə bucaq var. 55, 85 və 40. Ən böyüyü oldu 85 dərəcə. B bəndinə baxırıq. B bəndində bizə deyir ki, bərabər yanlı 3 bucağın kör bucaqlı 3 bucaqdır. Deməli, bir dənə kör bucaq təpəsi olacaq. Kör bucağı iti bucağından 4 dəfə böyükdür. İti bucaqlarından biri x-dırsa, digəri də x-dir. Çünki bu bərabər yanlı 3 bucaq. 4 dəfə böyük, yəni 4x. 3 bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Toplayıram, 180 dərəcəyə bərabər edirəm. Əgər 6x 180 dərəcədirsə, 180-i bölürəm 6-ya, x edəcək 30 dərəcə. Bu üç bucağın bucaqları neçə dərəcədir? Bura oldu 30, burada oldu 30, burada 4 vurulsun 30 olacaq 120 dərəcə. Üç bucağın bucaqları 120, 30 və 30 dərəcə. Daha sonra bizə deyir ki, üç bucağın bucaqlarının dərəcə ölçüləri 2, 3, 7 nisbətindədir. Onda 2, 3, 7-ni toplayıram, edir 12. 180-i bölək 12-yə edəcək 15. Deməli, 2-ni vururam 15-ə, biri 30 dərəcədir. Buraya yaza bilərik 30 dərəcə. Bir dəfə də 3-ü vururam 15-ə. 45 dərəcədir. Buraya yazıram 45 dərəcə. Bir dəfə də 7-ni vururam 15-ə, edəcək 105 dərəcə. Üç bucağın deyir, ən böyük bucağı, ən böyük 105-dir. Ən kiçik bucağından, yəni 30-dan neçə dərəcə böyükdür? 105-dən çıxıram 30-u, edəcək 75 dərəcə böyükdür. Cavab 75 dərəcə. 7-ci tapşırıqla davam edirik. 7-ci tapşırıqda bərabər tərəfli üç bucağın bucaqlarının bərabər olduğunu necə əsaslandırmaq olar? Üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Biz bərabər yanlı üç bucaqda keçmişdik ki, yan tərəflərə bitişik bucaqlar bir-birinə bərabər olur. Burada da bütün tərəflər bir-birinə bərabər olduğu üçün, tərəflər bərabər olduğu üçün bucaqlar da bərabər olacaq. Onda 180-i bölürəm 3-ə, hər biri olur 60 dərəcə. Bərabər yanlı üç bucaqda biz öyrənmişdik ki, yanlar bərabərdirsə, bura bitişik bucaqlar bir-birinə bərabərdir. Hər ikisinə alfa deyirəm. Onda biz bu tərəfdən də baxsaq, bərabər yanlı üç bucaq, görürsünüz, yanlar bərabərdir. Onda bura alfadırsa, burada olacaq alfa. Deməli, hər üç tərəf bir-birinə bərabərdir. Bucağı da tapdıq ki, dərəcə ölçüsü 60 dərəcədir. Davam edirik 8-ci tapşırıqla. 8-ci tapşırıqda bizə deyir ki, ABC bərabər tərəfli üç bucağında B bucağını 1/2 nisbətində bölən BD parçası çəkilib. 1 bölünsün 2 nisbətində BD parçası çəkilib. Bərabər tərəfli üç bucaq olduğu üçün bütün bucaqları 180 bölünsün 3 olacaq 60 dərəcə. Buraya yazıram 60, 60. B bucağı da 60'dır. 1 bölünsün 2 nisbətindənsə 1 üstəcək 2 bərabərdir 3. 60'ı bölürəm 3'ə, edir 20. Onda 1'ə 20 yazıram. 2 olan hissəyə də 2 vurulsun 30, 60 yazmalıyam. Daha doğrusu 2 vurulsun 20, 40 yazmalıyam. Bura olacaq 20 və 40 dərəcə. Və bizə deyir ki, ABD bucağını baxaq. ABD 20 dərəcə oldu. Daha sonra DBS tapdıq 40 dərəcə oldu. Sonra ADB-ni tapmamışıq. Baxın, burada bir dənə üç bucaq var. O üç bucağı göstərək. Budur. Baxın, bu üç bucaqdır. Üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Onda 20 üstə gəl 60 toplayıram 80. 180-dən çıxıram o 80-i. Yerdə nə qalır? 100. Onda bura olacaq 100. Yəni ADB bucağı oldu 100 dərəcə. Daha sonra BDS. Onda da biz baxın bu üç bucağı nəzərə yetiririk. Bu üç bucağın da bucaqlarının cəmi, üç bucaq BDS 180 olmalıdır. 40 ilə 60 toplayıram, edir 100. 180-dən də çıxıram həmin o 100-ü, edir 80 dərəcə. Və yaxud buradan 100-ün qonşusunu da tapa biləriz ki, 80 dərəcədir.
Burada da cavabımız BDS üçün olacaq 80 dərəcə. Tapşırıq 9-dan davam edirik. KLM üçbucağında LN parçası bərabər yanlı və bərabər tərəfli üçbucaqlara ayırır. KLM üçbucağının bucaqlarının dərəcə ölçüsünü tapın. Deməli, LN bərabər yanlı və məlumdur ki, bərabər tərəfli buradır. Bunların hər birinin bucaqlarını tapmaq üçün 180-i bölürəm 3-ə, bərabər tərəflidə hər biri olacaq 60 dərəcə. Hər birinə yazıram 60. Buradan da 60-ın qonşusu 180-dən 60-ı çıxıram, edəcək 120 dərəcə. Bura 120-dirsə, bərabər yanlı üçbucaqda yan tərəflər buradır. Digər üçbucaqda. Deməli, üçbucaq LKN bərabər tərəfli, üçbucaq LNM bərabər yanlı. Onda 180-dən 120-ni çıxıram təpə bucağını. Qalır 60. 60-da bölürəm 2-yə. Axı bu yanlar bir-birinə bərabərdir. Hər birinə 30 dərəcə yazıram. Burada 30-dur, burada 30-dur. Bizdən KLM üçbucağının bucaqlarını istəyir. K bucağı, bucaq K 60 dərəcə, bucaq M 30 dərəcə, bucaq L 30 üstə gəl 60, 90 dərəcə. Cavablarımız 60, 30 və 90. Yəni bu düz bucaqlı üçbucaqdır. 10-cu sualla davam edirik. Üçbucağın məchul bucağını tapın. A bəndinə baxırıq. 55 ilə 45-i toplayıram. Deməli, burada biz üçbucağın xarici bucaq xassəsində belə bir xassə öyrənirik. Üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Baxın, 1 ilə 2-nin cəmi onlara qonşu olmayan, yəni bucaq üçə qonşu olan xarici bucağa bərabərdir. İndi biz onu burada tətbiq edəcəyik. Baxın, 45 ilə 55-in cəmi bərabərdir onlara qonşu olmayan xarici bucağa, yəni Y-yə. Olacaq 100 dərəcə. Buradan Y-yi tapdıq. Burada cavab 100. B bəndinə baxırıq. Deməli, M ilə 38-in cəmi, iki daxili bucağın cəmi onlara qonşu olmayan digər xarici bucağa bərabər olacaq. Buradan da M bərabərdir. 100-dən 38-i çıxıram. 62 dərəcə. C bəndinə baxırıq. X ilə X-i toplayırıq. Bərabər olur 110 dərəcəyə. Bunlar daxili bucaqlardır. 110 da onlara qonşu olmayan xarici bucaqdır. Buradan da 110-u bölürəm 2-yə. X edir 55 dərəcə. D bəndinə baxırıq. D bəndində də daxili bucaqlardan biri 90, biri 50-dir. Bərabərdir onlara qonşu olmayan xarici bucaq A-ya, yəni 140 dərəcəyə. Burada da cavabımız 140. Keçirik tapşırıq 11-ə. Tələb olunan bucaqları tapın. ASD. ASD bucağı baxın buradır. Burada ASD bucağını X yazıram. Üçbucaq ASD üçün baxın X ilə 60 daxili bucaqdır. 105 isə onlara qonşu olmayan xarici bucaqdır. 105-dən çıxıram 60-ı. X-i tapıram 45 dərəcə. Bəndinə baxırıq. 180-dən 40-la 55-in cəmini çıxıram. Edir 180 çıxılsın 95. 180 çıxılsın 95. 5, 7-dən 9 çıxıram 8. 85. Üçbucağın bu bucağı olacaq 85 dərəcə. Daha sonra ASD bucağını tapmaq üçün bura bir X yazıram. X ilə 60-ın cəmi də onlara qonşu olmayan bu xarici bucağa bərabərdir. Yəni 85-ə. Buradan da 85-dən 60-ı çıxıram. X-i tapıram 25 dərəcə. C bəndinə baxırıq. C bəndində deməli, burada paralel düz xəttləri var. Paralellik xassəsindən istifadə edəcəyik. DYB bucağı buranı istəyir. Əgər bura
Burayla bura baxın. Bura bir x desək, x ilə 20-nin cəmi onlara qonşu olmayan xarici bucağa bərabərdir. Buradan DYB bucağını tapıram 90 dərəcə. Sonra BSA deyir. BSA. Baxın buradakı bucağı istəyir bizdən. BSA bucağını tapmaq üçün də burada uyğun bucaqlar var. Baxın. X ilə bura x-dirsə, burada olacaq x. Çünki bu iki paralel düz xəttdir. Bu düz xətt gəlib kəsibdir. Onda bura uyğun bucaqlardır. Burada olacaq 90 dərəcə. D bəndi ilə davam edirik. D bəndində də bizdən CDY bucağını istəyir. Yəni buranı. Bura bir x deyirəm. Baxın, üç bucağın iki daxili bucağı 20 ilə 45-in cəmi bərabər olmalıdır. X üstə gəl 50-yə. Onlara qonşu olmayan bu xarici bucağa. 65 bərabərdir. X üstə gəl 50. 65-dən də 50-ni çıxıram. X edəcək 15 dərəcə. CDY bucağımız oldu 15 dərəcə. 12-ci suala baxırıq. A variantına. Doğru fikirləri müəyyən edin, cavabınızı əsaslandırın. A bəndində deyir, üç bucağın bir təpəsindəki xarici bucağı daxili bucağından həmişə böyükdür. Bu fikir yanlışdır. Yanlışdır. Bir təpədəki xarici bucağı iki daxili bucağın cəmi, ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Həmişə böyükdür fikri isə yanlışdır. Ola da bilər, olmaya da bilər. B bəndinə baxırıq. B bəndində deyir, üç bucağın xarici bucağı ilə eyni təpədəki daxili bucaq qarşılıqlı bucaqlardır. Xeyr, B bəndini çəkərək göstərək. Baxın, bura 100 desək daxili bucağı, bunun xarici bucaq bunun qonşusu olur, 80 dərəcə olur. Yəni daxili və xarici bucaq bir-birinə daxili bucaq ilə xarici bucaq bir-biri ilə qonşu olur. Qarşılıqlı bucaq olmur. Yəni bir-birinə bərabər olmur. Onlar birlikdə 180 dərəcə verir daxili bucaqlar. Bu da olacaq yanlışdır. Daha sonra həm də bir xətt üstə belə getdikcə bir xətt üzrə gedirlər. Ona görə də bunlar qonşu bucaqlardır. Yəni burada açıq bucağı belə gəlir 180 dərəcədir cəmlər. C bəndində isə üç bucağın daxili bucaqlarından yalnız biri kor ola bilər. Bu da doğrudur. Baxın, bir dənəsinə ən kiçik bir 91 versək, burada 91 versək, artıq 91 ilə 91-in cəmi olacaq 182 dərəcə. Axı bu 180-dən böyükdür. Üç bucağın daxili bucaqların cəmi 180 olur. Burada deyir ki, yalnız biri kor ola bilər. Doğrudur. Yəni yalnız biri, ikincisi olanda artıq səhvdir. Bu olacaq doğru. D bəndinə baxırıq. Bərabər yanlış bucağın daxili bucaqları bərabərdir. Bu da yanlışdır. Bərabər yanlış bucaq demişik ki, yalnız oturacağı bitişik bucaqları bərabərdir. Bütün bucaqlar daxili bucaqların bir-birinə bərabər olması üçün bu bərabər tərəfli üç bucaq olmalıdır. 13-cü məsələyə baxırıq. Uşaqlar rəngli kağızdan çərpələng düzəltdilər. ABO bucağı neçə dərəcədir? ABO. Yəni baxın buranı istəyir. Onda biz burada sarı üç bucağa baxsaq, sarı üç bucağın bucaqlarının cəmi 90, 50, topladım 140 elədi və 180-dən həmin 140-ı çıxıram. Tapıram buranı 40 dərəcə. ABO olacaq 40 dərəcə. CAD bucağı. Yəni sizdən buranı istəyir bu dəfə. Yenə 90, 30 toplanacaq. 90 ilə 30-u cəmləyirəm 120 dərəcə. 180-dən də 120-ni çıxıram. Buraya edəcək 60 dərəcə. Sonra ABC bucağı, ADS bucağını tapaq, bir-birindən neçə dərəcə böyük olduğunu istəyir, bir-birindən çıxacaq. ABS-ni tapmaq üçün, baxın, buranı bütövlükdə istəyir. ABC bucağı deyirsə bura. 50, 50 toplayıram. 100 edir. 180-dən 100-ü çıxıram. Bura olur 80 dərəcə ümumilikdə. Sonra ADS deyir.
ADS. Burada ADS məlumdur ki, 30 ilə 30-un cəmi 60 dərəcədir. Bir-birindən nə qədər böyük tapmaq üçün 80-dən 60 çıxıram. 20 dərəcə böyükdür. Cavabımız olacaq 20 dərəcə. Daha sonra sual 14. 14-də bizə deyir ki, qayığın yelkəni üçbucaq formasındadır. ABS 60 dərəcədir. Bura 60 dərəcə qeyd edirəm. A bəndində deyir, ADS bucağı 110 olarsa, ADS, bura 110'dur. SDB bucağı neçə dərəcə olar? SDB. SDB 110'un qonşusudur da. 180'dən 110'u çıxıram. Edir 70 dərəcə. 70. Sonra deyir B bəndində. SDB BSD bucağından 20 dərəcə böyük olarsa, bunu silirəm. 60 qalır yerində. 60 bizim qeydimizdə əvvəldən verib bizə şərtdə. SDB BSD bucağından BSD bucağından 20 dərəcə böyükdür. Buna x desə, bu x üstə gəl 20'dir. SDB BSD burada x'dir. Üçünü cəmləyirəm. X üstə gəl 20 üstə gəl 60 bərabərdir 180'ə. 2x bərabər 180'dən 80 çıxıram 100. X də bərabər 100'ü bölürəm 2'yə 50 dərəcə. Bizdən ADS bucağını istəyir. Baxın buranı ADS bucağını. Buranı tapmaq üçün üçbucağın 2 daxili bucağının cəmi x ilə 60'ın cəmi bucaq ADS-ni verir bizə. Ona qonşu olmayan xarici bucaq x də 50'dir. 50 ilə 60 toplayıram. Bura olur 110 dərəcə. Sonra yenə bunları silirəm. 60 dərəcə qalır. Bu birinci verilən şərtdir. C bəndində bizə deyir ki, ADS bucağı SDB bucağından SDB bucağından 2 dəfə böyükdür. Buna x desək, bu olacaq 2x. ADS bura 2x'dir. SDB burada x'dir. Burada açıq bucaqdır da, qonşu bucaqlar. 2x ilə x-in cəmi 180 dərəcədir. 3x 180 dərəcə olarsa, x edəcək 60 dərəcə. 180'i böldüm 3'ə. BSD. Baxın, buranı istəyir. Buranı tapmaq üçün bura bir y yazıram. Y ilə 60'ın cəmi, 2 daxili bucağın cəmi onlara qonşu olmayan bu xarici bucağa bərabərdir. Y üstə gəl 60 bərabərdir. 2 vurulsun. X-in yerinə tapdığım 60'ı yazıram. Y üstə gəl 60 bərabərdir 120'yə. Y də bərabər 120'dən 60 çıxıram. 60'a. C bəndində yazdıq. Keçirik 15'ə. 15'də bizə deyir ki, usta dipçəklər üçün şəkildəki kimi rəflər düzəltdi. Baxın, 3 bucağa bənzəyir. BC və DE xəttlər paraleldir. ABC. Yəni, bura 60 dərəcədir. Y təpəsindəki xarici bucaq. Y bucağı buradır. Y bucağının qonşu bucağı, xarici bucağı 120 dərəcə buradır. 120'yə uyğun bucaq da baxın buradır. Çünki bu xəttlər bir-birinə paraleldir. Bu 120 bura uyğun bucaqdır. Bura bir x deyirəm. X ilə 60'ın cəmi onlara qonşu olmayan xarici bucağa bərabərdir. 120'dən çıxırıq 60'ı. X də edəcək 60 dərəcə. Buranı da tapdıq. BAC bucağına 60 dərəcə. Bizdən D və Y təpələrindəki xarici bucaqlar neçə dərəcədir onu soruşur. Deməli, Y təpəsindəki xarici bucaq 120 oldu. D təpəsində də burada xarici bucaq. Deməli, orada olacaq 120 dərəcə. Bura 120'dir. 60'ın qonşusu buradan. 180'dən 60'ı çıxıram. Edir 120 dərəcə. Bura 120 dərəcədir. Burada ona uyğun bucaq 120 dərəcədir. Paralel düz xəttlər var burada. Bu da onu kəsən 3-cü düz xətdir. Bura düşəndə 120 əmələ gətirirsə, burada düşəndə 120 dərəcəli bucaq əmələ gətirir. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın.
Növbəti videolarımızda görüşənədək.